Dostlar, bugün sizə bunun fullu və fullu olmayanından danışacağım sizin dilinizdə. Əslində satıcılar da, bəlkə də Azərbaycanda bunu 5, 6, hətta 7 nəfər təklif eləyir. Onlar da həmişə sizə belə deyir. Qaqa, fulldur, narahat olma. Amma full anlayışının nə olduğunu bilmirsiniz. Sizə bu videoda bunu başlayacağım. Bu avtomobil 3 modifikasiyada olub. Mexanik, Adventure və Commander. İlkin etapda mexanik ən belə deyək də lütüdür. Ona full deyə bilmərik. İkinci gəlir Adventure. Adventure budur. Commander Adventure-dan fərqi bilirsiniz nədir? Commander'ın xüsusi amortizatorlar olur. Disk təkər böyük olur. Bir də bu açılan ayaqaltısı olur. Aha. Deyəcəksiniz ki, bəs deyirsən bu Adventure-dır, bu ancaq Commander da olur. Əslində qalanda bir müddətdən sonra Çinlilər Commander'ı ləğv elədilər. Çünki bu avtomobilin qiymətini mənasız bahalaşdırırdı. Heç kəsə belə bir avtomobildə böyük diski lazım deyil, heç kəsə xüsusi amortizator lazım deyil. Onda da onlar qərar verdilər ki, gəlin elə Commander'ı ləğv eləyək, Adventure-ı saxlayaq və bu ayaqaltını və kim ki təkər istəyir, ora əlavə eləyək. Beləliklə nə baş verdi? Oldu Adventure ən fullu, sizin dilinizdə desək, ən fullu. Amma bir dənə də avtomobil əlavə elədilər, Navigator. Navigator isə buna bənzəmir. İlkin etapda o da 212-dir, amma onun qabaq faraları biraz belə enlidir, avtomobil daha hündürdür. Böyük diski yox, eyni zamanda böyük təkərləri var, xüsusi amortizatorları var. Bax, bu oldu artıq Navigator. Navigatorla bunun arasında yan-yana qoyanda əməlli başlı fərq hiss olunur. Mən niyə görə avtomobili sizə tövsiyə eləmirəm? Bu avtomobili şəhərdə sürmək biraz çətin olur. Amma kim ki tamamilə off-road istəyirsə, bəli, onda o Navigator ala bilər. Amma əksəriyyət maşın belə gəlməlidir və olmalıdır Adventure, amma ayağı açılandan. Bu artıq olur ən full versiya.